Cema, hardasan? Cema, Cema. Necə nazlana gəlir? Maaş alanda yarısını məndən bölürsən. Yox, bunu mənə niyə daşıtdırırsan? Tut. Çiynim skalyoz oldu, müsibətsən sən. Hazırsan? Əziz tamaşaçılar, Radar televiziyası canlı yayımını davam etdirir. İndi isə İlham Nami Kəmala doğma olan və uzun illərdə çalışdığı Akademik Musiqili Teatrı təbrik edir. Silva rolunda əməkdar artist Nərgiz Kərimova. Ay balam, mən indi bu zamanada bu Silvanı qoyub xalanı nöş alıram. Adama hərif deyərlər, Allah'ın dostu hərif deyərlər. Помнишь ли ты, Hə, как счастье нам улыбалось, Султанбек? Понятно. Помнишь? Hə, həri, Mıqnaveni bildim. Mən buna bir farsça bir-iki kəlmə məhəbbət sözləri deyim də. Mən şomara dostlarım, necədir sənin üçün? Yox, başa düşmədi. Hələ öz dilimizdə deyim də. Silva xanım, Bəli. bilirsiniz, indi də bu cəmaat da yığışıb, indi mən də gerək kiminləsə evlənməliyəm də. Mən nətər eləyim indi. Özü də 75 yaşım var. Olar ki, bu 75 yaşımda elə sənə məhəbbət izhar eləyim, səni də götürüm, aparım evimizə. Hörmətli Sultan bəy. Bəli. Baxmayaraq ki, sizin 7-5 yaşınız var. Hə. Siz dəyərsiz 1000 cavana. Vay. Qamətim düz boyum uca, heç kəs deməz mənə qoca.
Qamətim düz boyum uca, heç kəs deməz mənə qoca. Vurulmuşam mən Silvaya, vurulmuşam mən Silvaya, mən deyərəm emin cavana. Sən deyərsən ey cavana, sən deyərsən ey cavana. Bilirəm ki, paxıllar çox, Çox, paxıllardan heç qorxum yox. yox. Bilirəm ki, paxıllar çox, paxıllardan heç qorxum yox. Qoy qalsınlar yana yana, qoy qalsınlar yana yana, mən deyərəm emin cavana. Sən deyərsən ey cavana, sən deyərsən ey cavana. Bir yarım var adı Silva, Nə? hər edəndə o mənə nam. Bir yarım var adı Silva, hər edəndə o mənə nam. Gəncləşirəm baxım ona, gəncləşirəm baxım ona, mən deyərəm emin cavana. Sən deyərsən ey cavana, sən deyərsən ey cavana. Gör, evdə mənim başıma nə gələcək, nə gələcək. Əməkdar artist Nərgiz Kərimova. Gözəllər gözəli. Çox sağ olun. Bəli, Hörmətli İlham bəy, çox sağ olun. sizi Məni ilham edin. bizə doğma olan Azərbaycan Dövlət Akademik Musiqili Teatrın adından Aha, təbrik edirik. çox sağ olun. Mən çox Və təşəkkür edirəm. sizə can sağlıq, uzun ömür, yeni rollar, yeni tamaşalar və əlbəttə ki, yeni sənət uğurları arzulayırıq. Siz bizim üçün həm gözəl pedaqoq, professor, həm gözəl tərəf müqabilisiz, həm də gözəl rejissorsuz. Və qeyd etmək istəyirəm ki, bizim teatrımızda İlham müəllim həm Azərbaycan bölməsində ifa eləyir, həm də Rus bölməsində. Zaten Rus bölməsindən söhbət düşdü. Bu yaxınlarda gözəl bəstəkarımız Polad Buldoğlu'nun Nibose ya s taboy Rus dilində tamaşasını, necə elə bizim baş rejissorumuz Cavid İmamverdiyev hazırı, orada da mən Fərzəli Bey rol oynayıram. Doğrudan. Hə, mən elə o Fərzəli Beyin, bir dənə gözəl onun orada mahnı rəqsi var, onu necə deyərlər, yaxşı mənada ifa eləyərdim. Beləliklə qarşılayın. Respublikanın xalq artisti İlham Namik Kemal və akademik musiqi... Во всех делах основую догадался сделать новое. Тот сегодня небывалыми заправляет капиталами. Низших умников с дипломами я домой пустил с поклонами, но с порога молвил строго я: все менять основ не трогая. В остальном война отсталому, древнему и бестолковому, чтобы с этих пор по-новому оставалось все по-старому. Между прочим, служит даром мне в граммофоне хор с певицею. Я за новые традиции, но что в содержании старое, в остальном война отсталому, древнему и бестолковому, чтобы с этих пор по-новому оставалось все по-старому. Ай Аллах, низ пошли прогресс в делах. 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 Ай Джана, Джа. Дочка мною будет выдана, за кого мне будет выгодно.
Езжина лица подробности, спрячется чадру от скромности. В остальном война отсталому, древнему и бестолковому. Чтобы с этих пор по-новому оставалось все по-старому.